Azərbaycanda buxarlama qabiliyyətinin daha yüksək olduğu ərazilər, ümumiyyətlə buxarlama qabiliyyəti daha yüksək olan ərazilər deyəndə günəş saatlarının miqdarının daha yüksək olduğu isti bölgələr nəzərdə tutulur ki, belə ki, biz bu bəndlərə nəzər salaq indi. Salyan düzü, bəli, Salyan düzü günəş saatlarının miqdarının yüksək olduğu ərazilərdən biridir. Yəni bu ərazi Kür ovalında yerləşir. Naxçıvanın yüksək dağlığı, ümumiyyətlə Naxçıvanın yüksək dağlığında günəş saatları müqdaru yüksək olsa da, yüksək dağda olduğu üçün o ərazidə havanın soyuq olması buxarlama qabiliyyətini aşağı salır. Demək ki, bu bənddə 2 yanlış bənddir və 2 bəndə olan yazılan bəndlərimizi silirik burada. Talış dağları, bəli, dağlıq ərazilər yenə də buxarlama qabiliyyəti dağlıq ərazilərdə hündürə qalxdıqca hava soyuduğundan orada da buxarlama qabiliyyəti aşağı düşür. Demək ki, burada 3 olan bəndlərimiz də yanlış bəndlərdir. Demək ki, bizim doğru bəndimiz burada 1, 5, 6 qaldı. Belə ki, nəzər salaq Zəlyan düzü, Şirvan düzü və Abşeron düzü. Bəli, doğru bənd 1, 5, 6 olacaqdır.